Qalxısan, böyük yaradan məkanından baxısan, bütün bu qalaktikalara. İlahi, bu gözəllikdən yoxdur, bu biçimdən, bu simmetriyadan yoxdur. Bir-birinə bağlılıqdır, amma elə gözəldir, elə gözəldir. Saysız, qədərsiz məkanların, bu yer dili ilə desək ulduzların gözəllikləri, işıqları var. Bunlardakı işıqlara bax. Yəni bütün bu küllün içərisində gör necə gözəlliklər var ki, deyirsən. Elə gözəlliyin əvvəli sənsən. Deyir gözəllik yoxdur, yaranışın özü gözəldir. Mən gözəllik yaratmadım, mən ilki yaratdım. İlkin özü gözəldir. Biri-biri ilə simmetrik bağlılıqlar var ki, deyirik gözəldir. Biri-birinə vəhdət bağlılığı var ki, deyirik gözəldir. Yəni biri-birinin təkrarına deyirik ki, bu gözəldir. Böyük yaradan da deyir ki, bunun ilki elə odur. İlki bağlılıqdadır ki, sən deyirsən gözəldir. Gözəlliyin ilki mənəm, elmin əvvəli mənəm, işığın əvvəli mənəm. Sən əvvəli əvvəllə görürsən, ilki ilklə görürsən, işığı işıqla görürsən. Mən göstərirəm görürsən. Mənim nəzərimlə sən görürsən. Sən bu anda mənim vəhdətimə bağlısan. Bağlılıqda baxırıq. Mən nəyə baxıramsa, sən o qədər görürsən. Mən nə görürəmsə, sən onu görürsən. Mən nə göstərirəmsə, sənə onu göstərirəm. Tamlığını göstərmirəm, qədərini göstərirəm. Sən qədərin içərisində olub özlüyünü axtarırsan. Sən başqa bir yaradanı da axtarırsan. Yəni ilahi, bu qədər nəhayətsizliyin içərisindəsən. Baxırsan ki, bu yaranışa kömək üçün başqa birisi də var. Baxırsan, yoxdur. Görürsən ki, yenə tək özüdür. Onun bir baxışı var. Baxır, deyir, yaradan mənəm, təkəm, nə axtarırsan? İlk mənəm, mən özüməm. Göstərdiyim mən özüməm. Yaradan mən özüməm, təkəm. Mənim özüməm. Baxdığın mən özüməm. Baxdığımız mən özüməm. Göstərdiyim mən özüməm. Yoxdur məndən. Məndən ikincisi yoxdur. Mən yaradanam. Rəhmimlə yaradanam. İşığımdan işıqla yaradanam. Nə axtarırsan? Başqası yoxdur. Olanmazdır. İlk mənəm. Yaradan mənəm. İşıq mənəm. Rəhmimlə yaradanam. İşığımdan işıqla yaradanam. Əvvəl mənəm, amma son deyiləm. Əvvəl mənəm, əbədiyəm. Əbədiliyimin əbədiliyi işıqdandır. İşıq mənəm. Sıxılacağamsa qaranlıq gələcək. Qaranlıq yığılacaq ətrafıma. Kainatlar qaranlıqdan məhv olsa da mən məhv olmaram. Əbədiliyim işıqdadır. Yerimi dəyişib yenə yaranış yaradacağam. Yaranışın əvvəli mənəm, işığın əvvəli mənəm. Rəhmin əvvəli mənəm, sevincin əvvəli mən. Gözəlliyin əvvəli mənəm. Kamilliyin əvvəli mənəm. Əvvəl məhv olmur, nə axtarırsan? Bu qədər küllü göstərirəm sənə. Bu qədər gözəlliyin özünü göstərirəm sənə. Nə axtarırsan? Nə axtarırsan? Yaradan mən, göstərən mənəm. Mənimlə bərabər gördüklərindən nə axtarırsan? Gözəlliyin özünü görürsən. Varlığın özünü görürsən. Cisimlərə bax gör. Nə axtarırsan? Cəmlər bağlılıqdadır. Bağlılıq içində nə axtarırsan? Sən də bir bağlılıqdasan. Bağlılıq içində nə axtarırsan? Sənin özün bağlısan. Cəmlərə bağlısan. Cəmlər cəmə bağlıdır. Sən özün cəmlə mənə bağlısan. Nə axtarırsan? Biz hamımız bir vəhdətdəyik. Vəhdət göstərirəm. Vəhdətin əvvəli mənəm. Nə axtarırsan? Niyə axtarırsan? Sən məni görürsən. Mən səni qaldırmışamsa özümə. Sənə göstərmək üçün qaldırmışam özümə. Ehtiyacım yoxdur. Niyə deyirəm? Bəşər özündən uzaqlaşıb deyirəm. Qaranlıq dağdandır. Bəşər özünə qaranlıq gətirir. Özündən uzaqlaşıb. İlkindən uzaqlaşıb deyirəm. Bu deyimləri göndərirəm ki, bəşər özünə qayıtsın. Sən yox. Sən də özünə qayıdırsan.
Niyə sən onlardan uzaq idin? Yox, səni özünə qaytarıram. Əvvəlcə özünü dərk edəsən. Özünü dərk eləyə bilməsən, sən onlara dərkiyatını deyə bilməzsən. Əvvəlcə özün dərk eləməlisən yaranışı, ki yaranışı deyə biləsən. İşığına qaytarıram, sən işığı deyə biləsən. Sən məni deyirsən, mənim işığımı deyirsən. Səndə işıq zərrədir, paydır, qədərdir. Mənim tikəmdir səndə. Amma mən sənə küllü işığımı göstərirəm. Özlüyümü göstərirəm, nə axtarırsan? Məndən başqası yoxdur. Halbuki yoxdur, axtarırsan, axtarırsan, axtarırsan. Küllü ellipsoidin içərisində yoxdur ondan başqası. Kənarına da çıxırsan bu ellipsoid kainatın. Ovalın kənarında axtarırsan. Başqa bir yaradanın olduğunu görmürsən. Qayıdıb qəribə bir baxışla baxır. Nə axtarırsan? Əvvəl mənəm, işıq mənəm. Yaradan mənəm, nə axtarırsan? Kənar yoxdur. Kənarın kənarı var. Kənarı deyən var. Gələn gələcək. O kənarı deyən olacaq. O da bir varlıqdır. Biz bir-birimizin əksinə durmamışıq. Nə axtarırsan? Qaranlığı gör ki, qaranlıqdır o. Qara varlıqdır o. O ilkdən ayrılandan qara varlıqdır. Nə axtarırsan? Qaranlığı da göstərirəm, işığı da göstərirəm sənə. Sən ikincini niyə axtarırsan? Yoxdur, yoxdur ki görmüsən. Olsa görərsən. Küllü görübsənsə, varlığını görübsən. Olduğunu görübsən. Olanını görübsən. Olan ikinci var idisə, ikincini də görəcəydin. İkinci yoxdur. Bayaq deyirdin, o qəribə bir baxışla baxdı və deyimlərini dedi. O qəribə baxış qınayıcı, məzəmmətli, yaxud kinayəli idi. Yox, çox mülayim, çox mehribandır o baxış. Yer üzündə heç bir insanın baxışında bu cür mehribançılığı mən heç bir vaxt, hətta öz körpəsinə süd verən ananın da baxışında görməmişəm. Yoxdur o mehribançılıqdan yer üzündə. O hər kəsə, hər varlığa mehribandır. Böyük yaradanın deyimində sıxılacağımsa qaranlıq gələcək. Qaranlıq yığılacaq ətrafıma ifadəsini eşitdim. Böyük yaradanı kim? Nə məcbur edə bilər ki sıxılsın? Biz insanların özümüzə yığdığımız qaranlıqlardan başqa heç kim, heç nə. Demişdim sənə ki bizim özümüz müharibələrimizlə, yalanlarımızla, maddiliyə varlanmağa, həddindən artıq can atmağımızla və s. pis işlərimizlə qara varlığa kömək etmiş oluruq. Böyük qaranlıqlar toplayırıq və bununla da ətrafımıza, məkanlara, qalaktikalara da dağıdıcı təsirlər edirik. Beləliklə, bundan kainatın özü belə dağıla bilər ki, böyük yaradan da bizi xəbərdar edir. Digər tərəfdən isə böyük yaradan qoymaz ki, dediyimiz kainat katastrofu, kainat dağıntısı baş versin. Lazım anda kainatın xilası naminə qiyamət gününü ayrıca olaraq yalnız yer üzünə göndərə bilər.